Salam uşaqlar. Bugünkü izahımız 8-ci sinif iş dəftərindən daxili enerji və daxili enerjinin dəyişmə üsulları. Sual 1-dən başlayaq. Silindrin dibinə spirtlə islanmış pambıq qoyulur. Spirt buxarlanır və kiçik temperatur dəyişməsi belə onun alışmasına səbəb olur. Porşen taxılıb ani sürətlə aşağı itələndikdə spirtlə islanmış pambıq alışır. Sual deyir, pambığın alışmasına səbəb nə oldu? Biz əlimizlə, sürətlə bu porşeni aşağıya doğru itəliyirik və buradakı həcmi kiçildirik. Həcm kiçilən zaman oradakı molekulların sürətini artırırıq. Molekulların sürəti artdıqda molekulların orta kinetik enerjisi artır və beləliklə temperaturu artır. Temperaturu artdıqda isə bu pambığı spirtə batırmış pambıq alışmağa başlayır. Bu zaman hansı enerji çevirmələri baş verir? Mən nə etdim? Əlimlə onun həcmini azaltdım. Yəni bir mexaniki iş gördüm. Əlimlə mexaniki iş gördük. Mexaniki iş nəyə səbəb oldu? Daxili enerjinin dəyişməsinə. Daxili enerjinin dəyişməsinə səbəb oldu. Yəni enerji çevirməsi, mexaniki iş, mexaniki enerji daxili enerjiyə çevrildi. İkinci sualda nə deyir? Metal kürə müəyyən hündürlükdən zindan üzərinə buraxılır. Kürə zindanın üzərinə düşdükdə hansı enerji çevrilmələri baş verir? Zindan uşaqlar burada dəmiri döyürlər, hansı ki dəmirçilər dəmiri döyür, həmin o səthə zindan deyilir. Deyir, indi həmin zindanın üzərinə yuxarıdan bir kürə düşür və düşdükdə enerji çevirmələri baş verir. Hansı enerji çevirmələri baş verir? Müəyyən bir kürə bu zindandan müəyyən bir h hündürlükdədirsə, bu zaman deyirik bunun potensial enerjiyə malikdir. Və bu kürəcik bu zindanın üzərinə düşəndə müəyyən bir sürət alır. Bu zaman kinetik enerji çevrilir, potensial enerji daha doğrusu çevrilir kinetik enerjiyə. Lakin burada kinetik enerji öz hissəsini bu zindanın və bu kürəciyin qızmasına sərf eləyir və yəni bu da daxili enerjiyə keçmiş olur. Temperatur artmağı nəticəsində daxili enerjiyə keçir. Zindanın daxili enerjinin dəyişməsi hansı fiziki hadisənin baş verməsi ilə nəticələnir? Deyir, yəni nə bildik ki, bu daxili enerjinin dəyişməsini nədən bildik? Hansı fiziki hadisədən bildik? Çox böyük sürətlə gəldiyindən bu zindanın dəyən hissəsində bir istilik, bir qızma baş verir. Yəni hansı fiziki hadisə? Qızma hadisəsi, temperaturun yüksəlməsi hadisəsi baş verir. Üçüncüyə baxaq. Nə deyir üçüncüdə? Buz parçası həm sürtməklə, həm də qızdırıcı vasitəsilə əritmək mümkündür. Hər iki üsula daxili enerjinin necə dəyişdiyini və hansı üsulun daha səmərəli olduğunu izah edin. Biz keçdik ki, dərslikdə daxili enerji iki üsulla dəyişir. Bir, mexaniki iş görməklə, bir də istilik verməklə. Bizə nə deyir birincidə? Deyir sürtməklə. Yəni mən bir mexaniki iş görürəm. Deyirəm ki, daxili enerjinin dəyişməsi, dəyişmə dedikcə qabağına delta qoyuruq. Daxili enerjinin dəyişməsi həm mexaniki iş görməklə, həm də istilik verməklə dəyişir. Cisimlərin daxili enerjisi. İndi sürtməklə deyir. Sürtməklə olanda biz bu halda sürtəndə bunun iş görməklə dəyişmiş oluruq. Qızdırıcı vasitəsilə deyəndə istilik verməklə dəyişirik. Sonra nə deyir bizə? Hansı daha səmərəlidir? Uşaqlar, biz buz parçasını bir səthə sürtdükdə, bu səthin özündə də temperatur dəyişikliyi baş verir, yəni bir isinmə baş verir. Yəni bizim sırf bu işimizin hamısı buzun əriməsinə sərf olunmur. O səthin isinməsinə də sərf olunur. Lakin qızdırıcı vasitəsilə buzu əritdikdə isə verilən istilik miqdarının hamısı buzun əriməsinə sərf olunur. Daha səmərəli üsul, yəni qızdırıcı vasitəsilə əritmək olur. Dördüncü suala keçək. Soyuq havada futbol oynayan uşaqlar topun əvvəlcə boş olduğunu görürlər. Zərbədən sonra isə top daha dolu görünür. Buna səbəb nədir? Buna səbəb içərisindəki havanın qızmasıdır. Və topa bir müəyyən bir zərbə inir. Zərbə inəndə içəridəki molekulların sürəti artır. Sürəti artdıqda havanın həcmi genişlənir və hava qızmağa başlar. Hansı enerji çevrilməsinin nəticəsində topun görünüşündə belə fərq yarandı? Nə etdik? Biz topa vurduq. Mexaniki enerji onu daxili enerjiyə çevrildi. Bunu niyə belə yazmışam? Mexaniki enerji daxili enerjiyə çevrildi. 5-ci suala baxaq.
Şarın şişirdilməsi hesabına hərəkət edən arabacıq hazırlanır. Şar qızdırıldıqda onun daxili enerji necə dəyişər? Bax, buradakı arabacıq bu şarı qızdırırlar. Qızdıranda nə baş verir? Şarın içərisindəki molekulların sürəti artır. Molekulların sürəti artanda bu borudan gələn molekulların axın sürəti daha da artmış olar. Ne yazmışıq? Şar qızdırıldıqda onun daxili, bizə daxili enerji soruşurdu. Şar qızdırıldıqda onun daxili enerjisi artar. B'də nə deyir? Daxili arabacıq və şar sərbəst buraxıldıqda şarın daxili enerjisi hansı enerjiyə çevrildi? Daxili enerji mexaniki enerjiyə çevrildi. Niyə? Çünki hərəkət. Bu arabacıq başlayacaq hərəkət etməyə. Hərəkət edəndə mexaniki enerjiyə çevriləcək. Yəni tam enerji daxili enerji ilə mexaniki enerjinin cəminə bərabərdir. C'də nə deyir? Şarı kranın altına tutub üzərindən soyuq su tökməklə təcrübəni təkrar edilsə hansı fərqli nəticələr alına bilərik? Deyir, buradakı şara soyuq su tökürük. Yəni bu şarı soyudur. Şarı soyudanda nə baş verir? Şarın içərisindəki hava molekulları da soyur. Soyuyan hava molekullarının sürəti başlayır azalmağa. Əvvəl buradan daha sürətlə hava çıxırdısa, sürəti daha böyüdüsə, soyudandan sonra onun sürəti azalacaq. Axın sürəti azalacaq. Sürəti azalması nəticəsində bu arabacıq irəliyə doğru hava çıxır bu istiqamətə, arabacıq bu istiqamətə gedir, düzdür? Arabacıq daha az məsafədə qət etmiş olar, daha az gedər. İndi bizə C-də fərqli nəticələr alına bilər. Nə dedik? Yaza bilərik ki, ora hava soyması nəticəsində qazın içərisindəki havanın temperaturu aşağı düşməsi nəticəsində molekulların sürəti azalır və beləliklə arabacıq daha az məsafəni qət etmiş olar. 6-cı suala baxaq. İçərisində qaz olan silindir porşenlə təcris olunur. Silindir istilik verilir və porşen bir vəziyyətdən iki vəziyyətinə qalxır. A-da deyir, qazın daxili enerjisi necə dəyişdi? Qazın daxili enerjisi artır, çünki silindirə kənardan istilik verilir. Bax, buradan kənardan istilik verilir. Daxili enerji temperaturla düz mütənasibdir və istilik verdikdə molekulların sürəti artır, beləliklə daxili enerji artmış olur. B-də deyir, porşenin öz yerini dəyişərək yuxarı qalxmasına səbəb nə oldu? Qaz qızarkən buradakı daxili təzyiq artır və bu təzyiq porşeni yuxarı itələyir və qaz genişlənilərək xarici qüvvələrə qarşı müsbət iş görür. Bu zaman bir vəziyyətindən porşen iki vəziyyətinə gəlmiş olur. C-də deyir, əgər porşenin üzərinə ağır yük qoysaq, porşen aşağıya doğru hərəkət edəcək. Bu zaman qazın daxili enerjisi necə dəyişər? Daxili enerjisi artar. Xarici qüvvələr qaz üzərində iş gördükdə, yəni sıxıldıqda görülən mexaniki iş qazın daxili enerjisinin artmasına səbəb olur. Hansı halda mexaniki iş görüldü? Uşaqlar, daxili enerji dedik iki üsulla. Birinci istilik verməklə, ikinci iş görməklə. Bax, bu birincidə bunun daxili enerji necə dəyişdi? İstilik verdi və bu niyə daxili enerji, bunu niyə artdı? Həcmi artdı. Yəni, burada da iş görüldü. İndi bizə nə deyir? Mexaniki iş görüldü. Hansı prosesdə, hansı şəkildə? İkinci şəkildə. Hansı halda? Yəni, ikinci halda. Deyə bilərik ki, porşen bir vəziyyətdən iki vəziyyətinə keçən halda mexaniki iş görüldü. Leyla, bir fincan isti çaya buz parçası atılır. Buz əriyir və çayın temperaturu azalır. Bu prosesdə çayın və buzun daxili enerjisi necə dəyişər? Çayın daxili enerjisi azalar, çünki çay istilik verir və temperaturu aşağı düşür. Buzun isə daxili enerjisi artır. Buz istilik qəbul edir, əriyir və molekulların potensial enerjisi artır. Əriyəndə molekullar arasındakı məsafə artdığından potensial enerji də artmış olur. B-də deyir, prosesin nəticəsi olaraq tam enerji dəyişirmi? Fikrimizi əsaslandırın. Xeyr, dəyişmir. Enerjinin saxlanma qanununa əsasən qapalı sistemdə enerji yoxdan var olmur və itmir. Sadəcə bir cisimdən digər cismə ötürülür. Çayın itirdiyi enerji qədər buz enerji qəbul edir. Keçək istilik vermənin növlərinə. İstilik vermənin 3 növü var. İstilik keçirmə, konveksiya və şüalanma. Deyir, metal və plastik blokların hər birinin üzərinə bir ədəd eyni ölçülü buz parçası qoyulur.
Adı sorulur. Hansı buz parçası daha tez əriyəcək? Biz bilirik ki, istilik vermənin istilik keçirmə növündən, bax burada istiliyi istilik keçirmə sayəsində baş verir. Bu buzlar istilik keçirmə ilə əriyir. İstilik keçirmə nədir? Cismin çox qızmış hissəsindən az qızmış hissəsinə enerjinin ötürülməsidir. Burada da metallar daha istiliyi yaxşı keçirdiyindən, ümumiyyətcə bərk maddələr əsasən də metallar istiliyi yaxşı keçirdiyindən bu ətrafın istiliyini buza daha tez ötürür və beləliklə buz daha tez ərimiş olar. Yəni birincidə hansı daha tez əriyər? Metal. Buzun daha tez ərinməsi hansı istilik vermə prosesi hesabına baş verdi? İstilik vermənin istilik keçirmə prosesinə əsasən baş vermiş oldu. İkinci sualda nədir? Diaqramda isti səthlə soyuq səth arasında boşluq göstərilir. Bu boşluq hava, yəni qaz, dəmir və su ilə doldurula bilər və ya vakuum ola bilər. A-da deyir, hansı halda cisimlər arasında istilik prosesi daha sürətlə baş verir? Daha sürətlə baş verməsi üçün bizim isti cisimdən soyuq cisimə enerji ötürülür. Yəni məqsədimiz buradan bura enerji ötürməkdir. Və bu enerjini də dəmir parçası ilə daha tez əldə etmiş oluruq. Yəni ora bir dəmir parçası qoysaq, dəmirin molekulları arasındakı sıxdır, molekullar bir-birinə enerjini daha tez ötürər. Bu zaman deməli daha sürətlə baş vermiş olar. B-də deyir, bu cisimlər arasında konveksiya prosesini azaltmaq üçün boşluğu nə ilə doldurmaq lazımdır? Konveksiya özü nə idi? Tərifimizi yadımıza salaq. Enerjinin maye və qaz axını vasitəsilə baş verir və burada konveksiyada yalnız konveksiya idi ki, maddə daşınması baş verirdi. Maddə daşınması baş verir. Daşınır. Yalnız konveksiyada. Bəs yaxşı, buraya vakuum doldursam mən, axı maddə daşınması baş verməz, konveksiya daha ləng getmiş olar, konveksiya prosesini azaltmış olarıq. Deməli, nə? Vakuum qoymaqla biz, B-də vakuum qoymaqla, yəni buradakı sualımızın cavabı vakuum olar. Vakuum olmaqla, boşluq olmaqla konveksiyanı azaltmış ola bilərik. Üçüncü suala baxaq. Silindrə buz parçaları qoyulur, üzərinə su əlavə edilir. Buz parçası suyun səthindən qalxmaması üçün onların üzərinə qayqa qoyulur. Silindrin yuxarı hissəsi şəkildəki kimi qızdırılır. Bir müddət sonra silindrin üst hissəsinə su qaynamağa başlar, lakin buz parçası ərimir. Nə üçün yuxarı hissəsində su qızdırıldıqda qaynayır, ancaq buz ərimir? Uşaqlar, burada su qızır. Su qızması nəticəsində konveksiya, bax, buradakı suyun İsti su yuxarıya doğru qalxır, sıxlığı azaldığından yuxarıya doğru axır. Yəni konveksiya yuxarıya doğru baş verir. Burada aşağıya doğru baş vermədiyindən, yəni buradakı buz parçası əriməz, yuxarıdakı su isə qaynamış olar. Konveksiyanın istiqaməti yuxarıya doğrudur çünki. Deyir ki, falqadan diametri 10 cm olan dairə kəsin. Yəni belə bir yelpənək düzəldək. Buna nə deyir adını? Yelpənəkdir, nədir bu? Baxım görüm. Perpendikulyar, fırlanğacı. Belə bir fırlanğac düzəldir və ipdən asılır və altına da bir lampa qoyulur. Lampa yananda başlayacaq bu fırlanmağa. İndi bizə nə sual verir? Ona baxaq bir dənə. A-da nədir? Lampa yanarkən pərin fırlanmasına səbəb nədir? Lampa yanarkən pərin fırlanmasına buradakı hava molekullarının yuxarıya doğru hərəkət etməsidir. Hava molekullarının yuxarıya doğru hərəkət etməsi nəticəsində bu pər başlayır hərəkət etməyə. Əgər pərlə lampa aralığındakı fəza hava əvəzinə daha ağır qaz doldurduqsa, pərin hərəkəti necə dəyişər? Daha ağır qaz doldurduqda bu sürəti daha da artmağa başlayacaq. Yəni pər daha da sürətli hərəkət etməyə başlayar. 5-ci suala baxaq. Şəkildəki qazanın qapağını, tutacağı və qulpu gövdə hissəsindən fərqli materialdan hazırlanır. Qapağın hansı hissəsinin istilik keçiriciyi yüksək olmalıdır və bu xassiyə hansı məqsədlə xidmət edir? Qapağın metal hissəsinin, yəni aşağı, metal hissəsinin, bax bura, metal hissəsinin istilik keçiriciyi yüksək olmalıdır. Buradakı məqsəd
Qazanın içərisindəki buxarın istiliyin qapağa sürətlə ötürülməsini təmin edir. Yüksək istilik keçiriciyi sayəsində qazanın daxilindəki istilik tarazlığı qorunur və yeməyin bişmə prosesi daha da sürətlənir. B-də deyir ki, qapağın hazırlandığı materialın istiliyi zəif keçirirsə, niyə yemək bişən zaman qapaq tez isinir? Bunu istilik vermənin hansı növü ilə izah edərdi? Qapaq materialı zəif istilik keçirici olsa da, qazanın içərisindəki qaynar su buxarı qapağın daxili səthinə toxunaraq onu qızdırır. İstilik vermənin növü, yəni bu proses konveksiya vasitəsilə. Konveksiya nə idi? Maye və qaz axını vasitəsilə yeməyin içərisindəki olan molekulların yuxarıya doğru hərəkət etməsi konveksiya nəticəsində və konveksiya nəticəsində yuxarı qalxır. İkinci, qapağın daxili səthi ilə təmas zamanı baş verən istilik keçirmə. Bu yuxarı qalxdı, qapağa dəydi. Dəyəndə nə baş verir? Dəyəndə bu isti enerjini qapağa ötürülmüş olur. Bura istilik keçirmə ilə izah olunur. 6-cı suala baxaq. Günəş radiatoru adətən mis borulardan ibarət olur və evlərin damında quraşdırılır. Günəş şüalarını qəbul edən borular qızır və içərisindəki axan suyu isidərək çənə ötürür. Günəş radiatorunda suyun qızdırılması hansı istilik vermə prosesinə əsaslanır? Şüalanma. Biz şüalar vasitəsilə, enerjinin şüalar vasitəsilə ötürülməsinə şüalanma dedik. Burada da günəş vasitəsilə, yəni şüalar vasitəsilə ötürüldüyündən bu şüalanmadır. Günəş enerjisi vakuumdan keçərək yerə, radiatorun borularına elektromagnet dalğaları şəklində, yəni şüalar vasitəsilə çatır. B-də deyir, metal boruların içərisindəki suyu qızdırmaq üçün istiliyin hansı proses vasitəsilə ötürülür? İstilik vermə və konveksiya ilə. İndi baxaq. İstilik prosesi deməli, istilik prosesi burada 2 mərhələdə baş verir. Günəş şüaları borunun xarici səthini qızdırır və istilik metalın daxili qatları ilə hərəkət edərək su ilə təmasda olan daxili səthə ötürülür. Deməli, bax, burada istilik gəldi, bu borudur. Bu bir borudur. Boruya şüalar vasitəsilə ötürdü enerjini. Sonra deyir istilik keçirmə. Bu boru özü isinməlidir ki, bu istiliyi daxilindəki suya ötürsün. Bu halda bax, enerjinin kənardan gəlib günəş şüaları vasitəsilə gəlməsi bu şüalanma oldu. Buradakı borunun içəriyə doğru ötürülməsi isə enerjisi, bu isə oldu istilik keçirmə. Konveksiya nədir bəs? Və bu borudakı su isindi. Borudakı su dövr eləməyi də nə olur? Borudakı suyun, bu da konveksiya olur. Hər üçü burada müşahidə etmiş oldu. Konveksiya borunun daxili səthində toxunan su qızaraq yuxarı qalxır. Soyuq su isə aşağı enir və beləliklə maye axını vasitəsilə su tamamilə qızmış olur. Deməli, hər üç halı müşahidə etdik. Şüalanma vasitəsilə borunu qızdırdı. Boru öz istiliyini, enerjisini suya, içərisindəki suya istilik keçirmə ilə ötürdü. Su da öz enerjisini konveksiya yolu ilə ətrafa, yəni digər yerlərə də isinməyə baş verdi. Bütün tamamilə qızmış oldu. Bugünlük bu qədər uşaqlar. Sağ olun, hələlik.